xərçəng psixosomatozdur. Yəni insanın düşüncəsindən, qorxusundan və s. çox şeydən asılıdır. Şiş hüceyrələri, xərçəng hüceyrələri hər bir canlıda, bitkidə, heyvanda, hər bir insanda hər zaman formalaşır, hər zaman var. Hamıda var. Sizdə, məndə, onda hamıda var. Amma biz xəstələnmirik. Necə ki, havada bir çox mikroblar var. Biz uduruq, xəstələnmirik. Əlimizlə bir çox mikrobları uduruq, xəstələnmirik. Xəstəliyi keçmək üçün gərək daxili bizim müqavimətimiz zəifləsin, immunitetimiz zəifləsin, şişəliyinə immunitet zəifləsin ki, xəstəlik baş versin. DNT açılır, zülal sintezi olunur. Səhv sintez olunanda hüceyrə daxili lizosomlar var, onları əridir. Hüceyrə çatdırmasa, orqanizmin xüsusi patrulları var ki, qanda hərəkət edir və səhv bir hüceyrə görəndə onu da yox edir, əridir. Orqanizm o pis günə qalanda, daxili ekologiya mexanizmləri də pozulanda, onda hüceyrələr, atipik hüceyrələr başlayırlar bölünməyə. Orqanizm onları əhatə eləyirsə, xoş xəstəliyə çevirə bilirsə, bir kapsula yaradır, problem yaranmır. Amma kapsula yarada bilmirsə, şiş getdikcə artırsa və yayılırsa başqa yerlərə, artıq problem buradadır. Onda insan tələf olur, çünki bədəni tükənir. Bax, şiş prosesi çox sadədir, mexanizm də bəllidir, müalicəsi də bəllidir, qəsdən eləmirlər müalicəsi. Sinelnikov, Liz Bourbeau, Louisa Hay, Joe Dispenza, Ricky Hammer. Bunlar hamısı həmən xərçəngin psixoloji üsullarla müalicəsini eləyiblər. Nazirliyə, Səhiyyə Nazirliyinə gedib proqram vermişdim ki, millətin sağalması, valioloji konsepsiya. Dedi ki, bizə ingilislər nə desə biz onu eləyirik. Maraqlı deyil onlara.